Ramana qəsəbəsi, Akasiya Şadlıq Sarayının yanında paket kupçalı 160 kvadrat metrlik bir ev təqdim edəcəyik sizə. Evimiz 2 mərtəbəlidir, 6 otaqdan ibarətdir. 3 daş kürsülü, orta monolit. Həyət haqqında bir dənə deyim sizə ki, sənəd kupçadır, 2 sot kupçaya daxildir, 1 sot 200 də əlavə olunub yoldan. Bu həyətin girişidir. Həyətdə söhbətgah, bir dənə sanuzel, qaz, su, işıq daimi olmasına baxmayaraq 1 tonluq su çəni də ehtiyat üçün qoyulub. İndi isə təqdimatı ikinci mərtəbədən başlayacağıq. Deməli, bir dənə şeyə qeyd edeyim sizə. Operator gəlin içəri, zəhmət olmasın. Vitraj pəncərədir, eyvana çıxır, həyət həyəzinin altında. Fikir verin, 2 daş qalınlığındadır divarlar, bütün mənzildədir. Bütün evdə isti döşəmədir, onu da qeyd edeyim. Davam edəyək. Deməli, ikinci mərtəbədə 4 otaq var, 4 yataq otağı var. Bir sanitar qovşaq və hamam. Digər otaqlarla tanış olun. Keçək mətbəxə. Bura mətbəx hissəsidir. Mətbəxdə də hər şey qurulub, hazırlanıb, bir dənə qalıb ki, texnikanı yerləşdirəsiniz. Pəncərə açılır, yəni heç kəsin həyətini görmürsünüz, heç kəs də sizi görmür. Davam edək. Bir dənə də sanitar qovşağı birinci mərtəbədədir. Burada həm sanitar qovşaq, həm hamam, dartma tavan. Bütün ev boyu, hər yer isti döşəmədir. Bura giriş hissəsidir. Hol kimi burada qardirob yığa bilərsiniz. Yəni, hərə öz zövqünə görə bu evi mebellə döşəyə bilər. Burada qonaq otağı, yenə də vitraj pəncərə açılır həyətə. Baxın, 2 daş. Və buradan da bir dənə həyəti, yəni 3 daş kürsülüdür. Gedək həyətə. Bura həyət hissəsi. El arasında besetka deyirlər, biz söhbətgah deyirik. Burada da bir sanitar qovşaq həyətdə oturan zaman. 1 tonluq su çəni. Su daimidir. Qaz, su, işıq daimidir. Amma hər ehtimala qarşı 1 tonluq da su çəni. Və maşın saxlamaq üçün, ən az 2 dənə maşın saxlamaq üçün də yer var. Darvaza, jaliz, 160 kvadrat metr, paket kupçalı, Ramana qəsəbəsi, Akasiya Şadlıq Sarayının yaxınlığındadır. Asfalt yoldan 50 metr məsafədədir ev. Hər kəsə bol şans.